Testimiz relativ pronoun nisbi əvəzliklərdir. İndi gəlin bu qaydanı testlə izah edeyim. Birinci testimizə baxırıq. Sağ, sol, deməli, hər iki tərəfdə isim varsa bir dənə cavabımız olacaq D variantı. İkincidə nöqtələrdən əvvəl isim görürəmsə, birinci student canlı isim görürəmsə D-ni çıxdım. Nöqtədən əvvəl isim gəlib yeni çıxdım. İki dənə isim arasında deyilsə B-ni çıxdım, qalır A ilə C. Bundan sonra əvəzli gəlməlidir, qalır C variantı. 3-ə baxırıq. Nöqtədən əvvəl deməli isim görürəmsə və canlıdırsa 4-ü çıxdım. Huz 2 dənə ismin arasındadır, 5-i çıxdım. Bundan sonra əvəzli gəlməli 2-ni çıxdım, 1 ilə 3 B bəndi. 4-ə baxaq. Dördüncü testdə nöqtələrdən əvvəl cansız görürəmsə, birinci yeni çıxıram. 2 dənə isim arasında deyilsə B getdi. Votdan əvvəl isim gəlmir. A ilə D qalır. Humdan sonra əvəzli gəlməlidir. Həm də canlı olmalıdır. Cavab D. 5-də. 5-ci testə baxaq. Deməli, 5-ci testdə asandır. Hər iki tərəfi isimdirsə C variantı. 6. Deməli, 6-dan nöqtələrdən əvvəl writer yazıcıdır, canlıdır. Y getdi. Whose 2 ismi arasında C getdi. Whomdan sonra əvəzli gəlməlidir. B getdi. Votdan da əvvəl isim gəlməz. Cavaba 7-də. 7-yə baxırıq. Nöqtələrdən əvvəl canlıdır, qadındırsa 3 getdi. Whomdan sonra əvəzli gəlməlidir. 5 getdi. Whose 2 dənə isim arasında olmalıdır. 4 də çıxdı. 1 ilə 2 D variantı. 8-ci testə baxırıq. Nöqtələrdən əvvəl heyvanlar cansız kimi götürülür. D getdi. Whom çıxdı. Whose 2 isim arasında Y getdi. Votdan əvvəl isim gəlmir. Cavab C. 9-a da baxaq. Nöqtələrdən əvvəl qardaş sözü gəlibsə, canlıdırsa Y çıxır. Votdan əvvəl isim gəlmir. Whose 2 isim arasındadır. Whomdan sonra əvəzli gəlməlidir. 9C. 10-a baxaq. Aha. 10 asandır. 2 dənə isim whose. 11. Deməli, nöqtələrdən əvvəl görürəm ki, canlıdır. D gedir. Vot isim gəlmir. C gedir. Whose 2 dənə isim arasındadır. Gedir. Whomdan sonra əvəzli gəlməlidir. 11 Y. 12. People canlıdır. 4-ü çıxıram. Whomdan sonra əvəzli gəlmir. 2 çıxıram. Whose'dan sağı solu isim olmalıdır. Qalır 1 ilə 5 A. 13. 13-14. 13-də question suallardır və isimdir, düzdür. Cansızdırsa yeni çıxdım. Whose 2 dənə isim arasına gəlməlidir. Votdan əvvəl isim gəlmir. A ilə D qalır. Whomdan sonra əvəzli gəlməlidir. Qalır 13D. 14-ə baxaq. 14-ə baxaq. Hotel cansızdır. D gedir. Votdan əvvəl isim gəlmir. Whose 2 dənə isim arasında gəlməlidir. Whomdan sonra əvəzli qalır 14-də C. 15. 15 asandır. Hər iki tərəf isimdir. C variantı. 16-ya baxırıq. Mən canlıdır. Y çıxır. Whomdan sonra əvəzli yoxdur. Whose 2 isim arası. D-də isim gəlməz. Cavaba. Sonra 17-18. 17-yə baxaq. Nöqtələrdən əvvəl cansızdırsa D gedir. Whose 2 isim arasındadır. Y gedir. Whomdan sonra əvəzli gəlməlidir. Votdan əvvəl isim gəlməz. 17C.
Görürəm ki, nöqtələrdən əvvəl mən var canlıdırsa, deməli 4 çıxır. Whose 2 isim arasındadır 5 çıxır. What'dan əvvəl isim gəlməz. Qalır 2 ilə 3 A bəndi.